Mən dəfələrlə dünyanın 3 kontinentində qandallanmış, döyülmüş, bıçaqlanmış, acılığa məruz qoyulmuş bir adamam. Müharibənin od alovunun içərisindən keçmişəm. Gözümü qırpmadan düşmənin yaylım atəşinin üzərinə yüyürmüşəm. Ətrafımda olan bir çox insan öldüyü halda mən sağ qalmışam. Və o insanların böyük əksəriyyəti məndən çox yaxşı insanlar idi. Həyatları yanlışların məngərəsində büyüdülən, bəlkə də yanlış zamanda, yanlış məkanda olmaları səbəbindən başqa birilərinin nifrəti, sevgisi ya da laqeydliyinə tuş gələrək ömürləri havalara sovrulan daha yaxşı insanlar.